Selamun Aleyküm izleyiciler. Ee, Bugündən etibarən inşallah kanalımda sizlərə olaraq C++ dilində proqramlaşdırmanın təməllərini e, bildiyim qədər sizlərə izah etməyə çalışacağam. Və bugün birinci dərsimizdir bu belə deyək, bu yönümdə. Və bu dərsdə əsasən, yəni ki, belə deyim, alqoritmik xüsusi hər hansısa bir, yəni məntiqi tapşırıqlar və sair belə bir şey olmayacaq. Bugünkü dərsimiz sadəcə C++ dilində, yəni ümumiyyətlə bizə lazım olacaq ən təməl sintaksis qaydaları, müəyyən tiplər, onlar necə işləyir, yəni bunları sadə formada sizlərə izah edəcəyəm ki, çünki bu, yəni bugünkü öyrənəcəyimiz şeylər demək olar ki, yəni bundan sonraki dərslərdə, yəni bizim üçün, yəni ən çox istifadə etdiyimiz şeylər olacaq inşallah və ona görə bunlar zəruridir. Yəni bunları bilmək önəmlidir. Çox keçmədən, yəni ki, dərsimizə keçək. İlk öncə ümumiyyətlə C++ dilində kod yazarkən ən birinci bizim kodumuz, yəni ən birinci yəni buradan başlayırıq. Yəni bu burada da yazmışam, yəni ki, C++-da olan kitabxanalar bölməsidir. Demək, C++-da olan kitabxanalar, yəni nəyi bildirir? Yəni ilk öncə onu izah edeyim. Yəni biz ümumiyyətlə yəni bu kitabxanalarda, yəni müəyyən hansı ki əmrlər yığılıb, yəni əmrlər var, təlimatlar yazılıb və onlar hərəsi müəyyən məqsədlərə xidmət edir. Məsələn, yəni praktika üzərində göstərmək daha rahatdır. Və yəni sizlərin başa düşməsi üçün bu daha uyğundur. Praktika üzərində göstərim. Burada include maths'dir, bir də include iStream. Yəni bunlar nəyi bildirir? Proqramlaşdırma dilində, məsələn, hər hansısa bir belə deyək, hər hansısa bir dəyişəni, ümumiyyətlə hər hansısa bir fikri, yəni daxil edib onu sonra xaric etdikdə, məsələn, include iStream kitabxanasının olması mütləqdir. Yəni output və belə deyək, input əməliyyatlarının yerinə yetirilməsi üçün, yəni bu mütləqdir. Məsələn, belə deyim, mən yazıram ki, cout məsələn olsun insan. Belə bir şey yazıram. End line. Run edirəm. İnsan yazısı çıxır. Normal. Və bu iStream kitabxanasının nəticəsindədir. iStream kitabxanası ona xidmət edir. Nəyisə daxil etmək, nəyisə çıxışa vermək. Məsələn, indi daxil edək. Bu çıxışdır, bu heç. Məsələn, tutalım int b sin b. Bu daxil etmək üçündür, bu isə xaric etmək üçündür. iStream kitabxanası var deyə bunu mən işlətsəm bu işləyəcək. Məsələn, B-yə hər hansı ədəd verəm 3, həmən B oldu 3. 3-ü də indi çıxarmalıdır. 3-ü də çıxartdı. Bu iStream kitabxanasının nəticəsindədir. Amma mən bunu buradan silsəm bu işləməyəcək. Məsələn, bunu yəni ki, error verir. Gördüyümüz kimi error. Yəni, sin was not declared in this scope. Yəni, gördüyümüz kimi işləmədi. Çünki nəyə görə? Çünki biz onun, yəni kitabxanasını burada qeyd etməmişik. Ona görə, yəni bu kitabxana anlayışı bu cürdür. Kitabxana anlayışı, yəni bizim kodumuzun işləməsi üçün mütləqdir. Məhz onu bildirir ki, riyazi hesablamalar üçün lazım olan kitabxanadır, hansı ki, riyazi əməliyyatları yerinə yetirmək üçün burada olan təlimatlar yığımı yazılıb və onun nəticəsində biz bəzi riyazi əməliyyatlar edə bilirik. Bu mətinlər üçündür, yəni bu cür. Yəni hərəsi müəyyən məqsədlərə xidmət edir. Yəni kitabxanalar çoxdur. Vektor kitabxanası var, ondan sonra alqoritm kitabxanası var. Elə bu məhzdir. Yəni kitabxanalar çoxdur, kitabxanadan boluq. İndi isə kitabxana anlayışından sonra keçim kodumuzun digər sətri olan using namespace std. Bu nəyi bildirir? Bu nəyi bildirir? C++-da input və output üçün qısaldılma, yəni lazımsız sintaksiz uzantılarının qarşısını alır. Nə deməkdir bu söz? Yəni, bayaq gördüyümüz kimi sadəcə cout yazmaqla biz, yəni ki,
İnsan sözünü çıxışa verdik. İnsan sözünü çıxışa verdik. Əgər using namespace std sətri olmasa, yəni bu sətir olmasa, bayaq şey silmişəm. Include stream. Bunu silmişəm deyə işləmədi bu. Əgər using namespace std sətri olmasa, bu belə deyim. Belə cout yazmaqla bu belə ekrana çıxmaz. Nümunə olaraq göstərim. Bunu silirəm. Yenə də işləmədi. İşləməməsinin səbəb nədir? Çünki using namespace std nə edir? Nə funksiyanı yerinə yetirir? Std olmasa, yəni ki, biz əlavə olaraq kodu belə yazmalıyıq ki, ekrana çıxsın. Əlavə olaraq endline. Hətta endline-dan da istifadə etmək olmur. Gördüyümüz kimi, yəni ki, bu cür, yəni belə işləyir. Using namespace std olmadıqda. Bu da yəni ki, həm bizim vaxtımızı alır, əlavə std 4 dənə nöqtəni qoyuraq, sonra endline olmur. Yəni endline nə deməkdir? Sətirdən sətrə keçmək. Əgər bizim kodumuzun daxilində çoxlu belə deyim, yəni coutlar yazmalı olsaq, yəni nə qədər şey ekrana çıxarışa verməli olsaq, hansı ki mürəkkəb məsələlərin həllində mən bunlara rastlaşmışam. Yəni orada endline mütləqdir. Çünki biz burada sətirdən sətrə keçmə əməliyyatlarını yerinə yetirməliyik. O da ona görə, yəni ki, bu sərf etmir. Ona görə using namespace std, yəni burada o rolu oynayır. Daha sonra keçid alın bura. Bunlarla bitdi. İndi isə gəldi əsasən kodların yazıldığı int main bölməsi. Kodumuzu int main funksiyasının daxilində yazırıq. Burada da gördüyümüz kimi int main-in daxili budur. Int main bu cür mötərizə işarəsi ilə başlayır. Sonra bu işarə ilə açılır. Bu işarə ilə kod bağlanır. Kodlar burada yazılır. Və burada qeyd etmişəm ki, input sindir, output coutdur. Yəni input nədir? Daxil etmək. Output xaric etmək. Yəni, məsələn, burada da nümunə olaraq göstərmişəm. Buradakı nümunələri götürüb, burada tətbiq edərək izah etməyə çalışacağım inşallah. Hər hansısa B dəyişəni götürmüşəm və həmçinin sonra bu dəyişəni daxil etmişəm, daxil edirəm və daha sonra isə o dəyişəni xaricə verəcəm inşallah. Baxaq. Burada artıq mənə bu sətr açılıb ki, mən orada hər hansısa bir şey daxilləyim. Məsələn, B dəyişəninə verilən 5 qiymətini nə olmalıdır? Həmən 5-i xaric etməlidir. Yəni, mən də onu göstərirəm ki, orada sin və cout buna xidmət edir. Sin nə isə daxil etmək üçündür, cout isə nə isə xaric etmək üçün istifadə olunur. Daha sonra keçək digər hissəyə. Endline yeni sətrə keçmək üçün istifadə olunur. Kodun içərisində bir neçə cout olarsa, aralarında sətr olması üçün endline zəruridir. Yəni, bu endline coutun sonunda yazılır. Məsələn, onu da baxın, göstərməyə çalışacağım. Tutalım, belə deyim, int B götürmüşəm, B-yə vermişəm 5. Və belə deyim, bir dənə də dəyişən götürürəm. Int C, o da olsun 3. İndi birincidə mən belə deyim, endline. Birincidə B-ni mən elə bir ki, çapa verirəm. İkincidə isə mən C-ni çapa verirəm. İndi endline-ın biz rolunu görəcək burada inşallah. 5-3. İndi mən buradan belə deyim, endline-ı silirəm. Görək nə olur. Gördüyümüz kimi endline yoxdur deyə, endline olanda normalda, yəni kompilyatorda o bu 5-i çapa verdikdən, B-ni çapa verdikdən sonra avtomatik olaraq digəri üçün burada endline yazılırdı deyə
Bu elə bil ki, burada endline olurdu deyə 3 düşürdü aşağı sətrə. Və açıq aydın bilinirdi ki, yəni B üçün budur, C üçün budur, 3-dür. Lakin indi isə, yəni gördüyümüz kimi belə olanda qatışır bir-birinə 53 kimi çıxır. Və endline bu rol oynayır. Yəni sətirdən sətrə keçmək yəni funksiyasını yerinə yetirir. Yəni bu endline var idi deyə sətirdən sətrə keçirdi. Hətta yəni burada olmasa da olar, çünki 2 dənə dəyişən yazmışam. Nəyə görə? Çünki bundan sonra C gəlir və bundan sonra bizə sətirdən keçmək lazımdır. Yəni C üçün lazım deyil. Belə də yazsam, yəni düz işləyəcək. Bəli. Lakin üçüncü dəyişən götürsəm məsələn, int götürürəm M. Ona da verirəm 2. İndi bundan sonra cout belə deyim. Bundan sonra məsələn M-i mən 2-ni yəni ekrana çıxarmaq istəsəm, burada endline olması zəruridir. Yəni yeni sətir üçün. Nəyə görə? Bunda da 3 ilə 2 birləşəcək 32 kimi çıxacaq. 5 öz yerində çıxacaq, bu 32 kimi çıxacaq. Lap baxa da bilərik. Yəni belə olur. Onun üçün burada da bunun üçün endline gərəklidir. Yəni sonuncusu üçün olmaya da bilər. Yəni 5 3 2 hərəsi öz yerində çıxdı. Bu da bunu yerinə yetirirdi. Sonra gəlir C++-da olan bəzi tiplər. Int, float, double, boolean, char, karakter, string, long. İlk öncə int nəyi bildirir? Elə səhərdən kodu yazanda burada mən int b yazıram, int c. Yəni sual yaranır ki, int nədir? Nəyi bildirir ümumiyyətlə? Gördüyümüz kimi burada biz dəyişənlərlə işləyirik. Riyaziyyatda biz keçmişik. Dəyişən nədir? Nəyə xidmət edir? Yəni dəyişənlər özlərində müəyyən ədədi qiymətləri saxlayan, yəni hərflər rolunu oynayır. Və burada da dəyişənlər bunu bildirir. Yəni dəyişənə biz hər hansı ədədləri mənimsədirik, hər hansı ədədlər veririk, sonra onlar üzərində müəyyən əməliyyatlar edirik. Dəyişənlər bunun üçündür. Bu B-dir. Yəni bunlar dəyişənlərdir. Aha. Və burada B yazılmalıdır. İndi birinci gəlir int tipi. Bunlar isə tiplərdir. Bunlar tiplərdir. Int tipi. Int nəyi bildirir? Int, integer, tam, yəni tam yazısı, yəni tam deməkdir ingilis dilindən. Tipi, yəni int tipi dəyişənin tam ədəd olduğunu bildirmək üçündür. Yəni, bunu götürdüm mən. Bunları bir dənə sileyim. Silə bilmədim. Aha. Int b bərabərdir 5, cout b. Yəni 5-in tam ədəd olduğunu bildirir. Int. Yəni b-yə verilən ədədin b dəyişəninə tam ədəd olduğunu bildirir. Və bu belə yazsam 5 kimi də elə demək ekrana çıxır. İnternet zəifdir deyə biraz gec gəldi. Yəni int tipi bunu bildirirdi. Daha sonra gəlir float və double tipləri dəyişənin kəsr ədəd olduğunu bildirmək üçündür. Yəni ikisi də dəyişənin kəsr ədəd olduğunu bildirir. Yəni float, indi bunu götürüm. Burada göstərim. Bunu silim, inti bildik. Float b yazmışam 3,5. Çapa verdim b-ni, elə 3,5-də çıxdı. Bunun intdən fərqi o idi. İndi burada baxaq nə məsələlər var. Burada yazmışam ki, float və double tipləri ikisi də dəyişənin kəsr ədəd olduğunu bildirmək üçündür. Yəni double da yəni burada o rol oynayır. Double da yazsam, yəni inşallah eyni şey çıxır. 3,5. Yaxşı, fərqləri nədir double və floatın? Gəldik o nöqtəyə. Fərqləri isə odur ki, əsasən riyazi hesablamalar etdikdə tam doğru nəticə almaq üçün double daha uyğundur. Və mən bunu yəni qabaqki özümün yəni işlədiyim mürəkkəb məsələlər daxilində görmüşəm. Görmüşəm həqiqətən də yəni ki, bəzən float qoymuşam, tam nəticə verməyib. Bəzən verdiyi vaxtlar da olub. Lakin əsasən double qoyduqda, yəni tam inşallah elə bir ki, əmin olursan ki, nəticə düzgün verir. Yəni hesablamaları yerinə yetirmək üçün double daha uyğundur. Dəqiq nəticələr almaq üçün. Fərqlər bu idi və burada başqa bir şey yazmışam.
Həmçinin tam ədədlərlə də istifadə edilə bilər float. Bəli, float olsun, double, yəni bunlar elə bir ki, tam ədədlərlə də istifadə edilə bilər. Necə ki, burada nümunə olaraq yazmışam. Yəni 5-i də çıxarır elə. Int necə çıxarsa, bu da elə çıxarır. Yəni bunlar daha zəngindir də, belə deyim. Float daha zəngindir. Əsasən riyazi hesablamaları proqramlaşdırarkən nəticənin tam dəqiq çıxması üçün, yəni double, float, yəni bunlardan istifadə etmək lazımdır. Çünki ola bilsin hesablamanın sonunda ədəd tam ədəd çıxmasın. Yəni int qoysaq, o onun tam hissəsini çıxarır. Məsələn, nümunə olaraq göstərim. Məsələn, belə bir şey götürək. 2 dənə dəyişən götürürəm. Baxaq, int a. Int a olsun 1. A götürməyim. Burada mən də videonu qeyd etmək üçün A-dan istifadə edirəm. Olsun m, int m. M olsun bərabərdir 3. Olsun int olmasın. Float olsun. N bərabərdir 3,5. Bu arada burada 3,5 yazdıqda vergül yox, nöqtədən istifadə olunur. İndi isə nə edirəm? Int mn, bu da olsun k. K bərabər olsun. M elə bir ki int k bərabərdir m üstə gəl m. Baxım düzgün işləyəcəyimi və k-nı çıxışa verirəm 6. Aha, indi mən gəldim o nöqtəyə, neyi göstərmək istəyirəm sizə. M-ə 3 verdik, N-ə 3,5 verdik. Sonra isə k dəyişəni götürdük. Bunların cəmini k-ya verdik. Bunların cəmi nədir? 3 üstə gəl 3,5, 6,5 eləyir. Və k 6,5 olmalı idi. Lakin cout k yazdıq çıxışa vermək üçün. O bizə 6 çıxardı. 6,5 olmalı olduğu halda niyə görə 6 çıxardı? Sual. Videonu saxlayıb biraz düşünə bilərsiniz. Yəni cavabını deyim. Nəyə görə 6 çıxardı? Çünki int-də yazmışıq, tam tipdə yazmışıq k-nı. Amma onun nəticəsi isə 6,5-dir, kəsr ədəddir. Onu bildirmək üçün nə yazılmalı idi burada? Burada yazılmalı idi ki, double və ya float. 6,5 nəticəni tam olaraq düzgün verir. Elə bayaq izah eləmək istədiyim də bu idi zaten. Ki, yəni riyazi hesablamalarda nəticəmiz bəzən bizim kəsr ədəd olma ehtimalı ola bilər. Yəni indi bu dəqiq məsələdir ki, yəni burada 6,5-də ola bilsin, elə məsələ olsun ki, yəni onun biz nəticəsini qabağa bilməyək. Ona görə hər ehtimal float yazırıq ki, yəni kəsr olsa bizə olduğu ədədi çıxarsın. Floatda da eyni nəticəni verdik. Bəli, 6,5. Yəni bu idi. Fərqlər bu idi. Yəni mən belə güman edirəm ki, yəni float olsun, int olsun, yəni mən bunları kifayət qədər izah etdim. Yəni yenə də kiminsə nəsə sualı olsa, ümumiyyətlə video ilə bağlı olsun və s. Mənə kommentlərdən yaza bilərsiniz. İnşallah oradan sizə bilmədiyiniz sualların cavabını verərəm. Sonra isə boolean tipi gəlir. Boolean tipini əslində istəyirəm gələn dərsə saxlayım. Çünki bizim gələn dərsimiz inşallah şərt operatorları üzərində olacaq. Və boolean tipi üçün də şərt operatorlarından istifadə olunur. If-dən, else-dən. Ona görə mən bunu burada izah eləsəm, ola bilsin başa düşə bilən deyilsiniz. Çünki şərt operatorlarını bilmək lazımdır boolean tipini başa düşmək üçün. Ona görə bunu saxlayıram gələn dərsə və digərlərini izah etmək istəyirəm. Çarakterə keçirəm. Çarakter tipi qısaca char olaraq, yəni yazılır C++-da. Çarakter tipi əsasən əlifba hərfləri üçün istifadə olunur.
tətbiq olaraq göstərim. Karakter tipləri, yəni stringlər mövzusunda istifadə olunan, belə deyək, tipdir. Gələn dərslərdə inşallah bunu tam olaraq, yəni öz mövzusu gəldikdə məsələlər üzərində inşallah tam olaraq aydın izah edərəm. Demək, burada məsələ nədir? Hər hansı yenə də bir dəyişən götürürük. Yəni bayaq biz dəyişənə belə deyim, bir növ ədədlər mənimsədirdiksə, indi isə biz burada dəyişənə hərf mənimsədirik. Hərf və karakter o rol oynayır. Mən bura int yazsam bu işləməz. Nəyə görə? Çünki int tam ədədi bildirmək üçündür. Bu isə tam ədəd deyil axı, bu hərfdir. Ona görə karakter tipindən istifadə olunur. Və ekrana da C-ni çıxardır. Çünki C B-yə mənimsədilib və B-ni də çapa verdikdə ona aid olan qiymət çıxarılır və o qiymət də C hərfidir. Gördüyümüz kimi C hərfini çıxardı. Daha sonra nə gəlir? String gəlir. Hansı ki burada hardadır? Aha, burada string yazmışam. Növbənə gəlirəm belə. Stringlər. String isə birdən çox hərfin ekrana çıxarılması üçün istifadə olunur. Include string kitabxanası olmadan işləməz. Bayaq kitabxanaları ətraflı izah etdim ki, yəni əməliyyatları yerinə yetirmək üçün müəyyən əməliyyatları hər kitabxana, yəni o əməliyyatları yerinə yetirmək üçün olan lazımi təlimatlar yığımından, əmrlər yığımından ibarətdir. Və stringlər üzərində işləmək üçün də string kitabxanası lazımdır ki, ilk proqramın başında biz onu qeyd edək. Aha. Demək, burada götürüm bunu. Burada göstərim. Bunu silirəm. Aha. Yəni string ilə karakterin fərqi nədir? Gördüyümüz kimi ikisində də dəyişənə hərflər, yəni hərflər mənimsədilir və string sadəcə birdən çox hərfin dəyişənə mənimsətmək üçün istifadə olunur. Yəni string bir növ mətnlər saxlayır. Yəni mətnlər, birləşmələr, yəni bu daha çox hərfi, yəni saxlamaq üçün istifadə olunur. Amma karakterdə biz eyni əməliyyatı yerinə yetirə bilmirik. Karakterdə bunu yerinə yetirmək olmur. Və burada da belə bir mətin yazmışam ki, qorxmaq lazım deyil. İlk başda proqraming çətin ola bilər. Və bunu text dəyişəninə, belə deyim, mənimsətmişəm string tipində və ekrana da bunu çıxarmalıdır ki, qorxmaq lazım deyil. İlk başda proqraming çətin ola bilər. Bunu çıxarmalıdır ekrana. Run edək. Bəli, bunu ekrana çıxartdı. Və burada görürsünüz, include string kitabxanasını yazmışam. Bu olmasa o işləməz. Məsələn, bunu silim. Bunu silim buradan, o işləməz. Amma işlədi. Necə olur o? Əslində işləməməli idi bu. Nəsə başa düşmədim. Əslində işləməməli idi. Necə baş veribsə bu? Başa düşə bilmədim. Ola bilsin burada işləyir. Lakin yəni mən əvvəllər həmişə görürdüm ki, yəni işləmirdi. Yəni onu açmayanda string kitabxanasını açmayanda işləmirdi. Nəsə bu dəfə işlədi. Yəni mənim özümə də çatmadı necə baş verdisə. Ola bilər. Neysə, yəni bu stringlər yəni ki, bunu bildirirdi. Amma məsələn, yaxşı. Bu yeni karakter olsaydı və ona da hərf nisbət olunur, buna da. Lakin onda alınmaz. Bəli, gördüyümüz kimi error verir. Yəni bu qədər mətin. Hətta bunu silim.
2 dənə hərf olsun. Hətta yəni bunu belə saxlaya bilmir. Və hətta deyək ki, yəni xarakterdə bir dırnaq idi. Lap bir dırnaqda yazın. 2 hərf. Çıxarmır, səhv verir. Amma bir dənə bunu bəli eləyim. İndi görək. Çıxarır. Yəni xarakter tək hərfləri saxlamaq üçündür. Fərqi bundan ibarətdir. Bununla da stringlər bitdi. Gəldik kodun sonuna. Return 0. Bu nəyi bildirir? Return 0 əsasən kodun səhvsiz bitdiyini bildirmək üçündür. Return 1 isə kodda səhvin ola biləcəyini bildirir. Baxmayaraq son zamanlarda hətta bu olmadan da kod işləyir. Məsələn, C++ 11 versiyalarında ehtiyac olmur. Yəni, məsələn, adicə bu return 0, yəni kodun sonunda yazılır. Bu, əvvəlki C++, yəni yeni çıxan vaxtlarda və ya əvvəlki modellərdə, yəni bu, mən bilən qədər zəruri olub. Lakin indi isə belə deyil, yəni bu olmadan da kod işləyir. Sadəcə hər bir halda, yəni ki, bunu göstərir ki, yəni C++-ın bu da bir hissəsidir, bilmək üçün. Yəni, hətta bunu silsəm, mən bilən qədər, yəni kod işləməlidir. Bəli, kod işləyir, yəni bir şey olmur. Dediyim kimi, bu artıq C++ 11 modellərində və s. yəni artıq ona ehtiyac olmur. Amma yenə də göstərmək lazımdır da, yəni ki, bu bizim işimizdir. Bununla da bu silsiləvi dərslərin, yəni belə deyək, bu seriyanın ilk videosunun sonuna gəldik. Bu dərsdə bu qədər izah edə bildim. Yəni bunlar əsas bizə lazım olan C++-da istifadə olunan, belə deyim, təməl sintaksis qaydalar idi, tiplərin izahı idi və onların üzərində əməliyyatlarla mən bunu izah etdim. Çünki yəni praktika ilə daha rahat olur. İnşallah gələn dərsimiz şərt operatorları üzərində olacaq və həmçinin orada booleanı da inşallah izah edəcəm. Boolean. Çünki burada gördüyümüz kimi if bu şərt operatorlardır. Bunlardan istifadə olunur deyə, yəni gələk mən bunları keçim ki, bunu da sizə, yəni onun üzərində izah edeyim. Kanala abunə olub, bildirimləri aktiv etməyi və həmçinin videonu bəyənib paylaşmağı unutmayın. Nəzərə alaq ki, bu kanal təzədir və nəzərə alaq ki, yəni Azərbaycanda proqramlaşdırma üzrə qaynaqlar azdır çox və olan qaynaqların, yəni ki, ümumiyyətlə, YouTube-da olan qaynaqlar, bizim bu türk dilləri, Azərbaycan dillərində olan qaynaqlar əsasən fundamental algoritmlərdən çox, yəni sintaksis qaydalar öyrədir. Lakin mən belə etmək istəmirəm. Mən tam olaraq burada gələn dərslərdə inşallah çətin məntiqi məsələlərin izahını və s. yəni həqiqi proqramlaşdırma məsələlərini izah edəcəm inşallah. Bunun üçün kanala dəstək olmaq lazımdır. Kanalı IT, belə deyək, dünyası ilə maraqlanan, bu sahəni öyrənmək istəyən dostlarınızla, tanışlarınızla paylaşa bilərsiniz. Sağ olun. Gələn videolarda görüşənədək.